Bu günləri HTML-ə baxmalıyıq. Düzdürmü? Tak. Bəli, E, mən testlər falan da vermişdim də, hə, sizə. bəli müəllim. Okay. Mənim say sistemlərinə sabah baxacağıq. Bəli, inşallah. Bu gün HTML-dir, hə? Bəli, bəli. Bu gün işləmir. Hə. Bu gün həm suallarımıza baxarız, həm də Orada HTML-də sınavda bir bilmirəm. dənə HTML-ə aid bir dənə misal var idi mənim. Orada bir dənə sütun var idi da elə. Bəli, bəli. HTML-in sınavını atmamışam ama desən, hə, sizə. Yoxsa yox, atmamışam. Onu da yollayaram sizə. Okey. Birinci növbədə gəlin sual cavab eləyək. Sonra sizlə eləyək. Düzə az adam qoşulub, amma olsun, eləyək. Deməli, başlayırıq nədən? İlk sualı verək. Afaq müəllimə, ilk sualı sizə verəcəm. Deməli, HTML sənədi hansı teqlə başlayır, hansı teqlə bitir? Onlar deməlim. Yox, Afaq müəllimə desin, sonra. Hə, yazdı artıq. HTML teqi ilə başlayır, HTML teqi ilə bitir. Sonra, Cəmalə müəllimə, hansı teq vasitəsilə sənədə hiperistinad əlavə edirik? A tag vasitəsilə. A'ya Hansı atribut? her A Ref hərfi atributu. A teqi və ref atributu vasitəsilə istinad əlavə edirik. istinad əlavə edirik. Yaxşı. Sonra kim var burada? Lenovo yazılan kimdir? Bilmədim. Adı ilə müraciət edeyim də, heç olmuyor. Bilmədim kimsə. Yaxşı. Sonra Mənsur müəllim, neçə növ siyahı var HTML-də? Və hansılardır? Salam müəllim, axşamınız xeyir, necə olsun? Hər vaxtınız xeyir. Sağ olun, yaxşı. Müəllim, üzrlü sayı mən bir neçə gündür özünüz də bildiyiniz kimi dərsə qoşula bilmirdim. Ona görə mən bu günləri dərs ancaq qulaq asım, digər müəllimlər cavab versin, zəhmət olmasın. Tamam, olar, problem yoxdur. Üzrlü sayı vermişlər. Sıxıntı yoxdur. Nazlı müəllimə, sizə verək sualı. Hansı şeylər var, siyahılar var? Neçə növ siyahı var və hansılardır? Deyim mi? Nazlı müəllimə demədi. Bir dəqiqə, hər səsi bağlamışdım, indi Hə, eşitdirəm. buyurun. Deməli, Buyurun müəllim, buyurun. salam əvvəl. Aleyküm. Xeyir. Hər vaxtınız xeyir. Deməli, ul var, ul nizamlanmışdır. Yəni müxtəlif simvollarla göstərmək olur. Yəni dairə şəklində, müxtəlif fiqurlarla. Sonra siyahı nömrələnmiş var. Oldu. Aha. Ol tegi, aha. Bəli, ol teqidir. Aha. Nizamlanmışdır. Sonra oldu. Daha Aha. hansı? Kim deyə bilər belə sistemli şəkillər? DL də var da deyirsən. Li Nur, varmı? Nuridə Məhəmməd deyə bilərsiniz onları arzu. Nuridə Məhəmməd. Deyim mi? Buyurun, deyin. Səsim gəlmir normal. Səsiniz Gələn gəlir deyil. mənim. Nuridə müəllimənin Hə. səsi gəlmir. Sizin səsiniz gəlir. Tamam, yaxşı. Onda Pərvin müəllimə desin. Hansı siyahılar var? Sistematikdə, amma belə qaydasında deyək. U50 nişanlanmış siyahıdır, O50 nömrələnmiş siyahıdır, bir də DL, DT. Aha, ona nə deyirik? Ona da iç-içə daxil olunur da.
Onda gəlin belə eləyək, İzahlı, ümumiləşdirək. izahlı gedir, değil mi? Ay sağ ol, izahlı İzahlı. siyahı. Deməli 3 növ siyahımız var. Birinci nömrələnmiş siyahı. Buna biz nizamlanmış siyahı da deyirik. All tagi ilə başlayır. Tagin elementlərin li ilə göstəririk. Sonra ikinci siyahı deməli all tagi ilə başlayan nişanlanmış siyahıdır. Biz buna nizamlanmamış siyahı da deyirik. Üçüncüsü də DL tagi ilə göstərilir. İzahlı siyahı deyirik biz ona. İzahlı siyahılarda isə DL, DT və DD taglərindən istifadə edirik iç-içə. Tagin özünü göstərmək üçün DD tagidir. İzah olunacaq mətni göstərmək üçün DT. Demək, izahatın özünü isə DD tagi ilə göstəririk. DL, DT, DD. Bu oldu bizdə siyahılar. Siyahılar haqqında məlumat verdik. Sonra cədvəlin kənar xətlərini aktiv eləmək üçün hansı atributdan istifadə olunur? Aynur müəllimə. Aynur müəllimə. Axşamınız Hər xeyir vaxtınız Şəmal. xeyir. Onda borderdir də, səhv eləmirəmsə. Aha, border atributundan istifadə edirik. Başqa hansı atributdan istifadə eləmək olar? Table tagindən daxilində. Background olurdu müəllim. Yox, background yox. Alien atributundan istifadə eləmək olurdu. Cədvəlin özünü mərkəzdə, solda, sağda yaza bilmək üçün. Axşamınız Sonra xeyir. Cədvəlin Hər özünü vaxtınız. yoxsa cədvəlin xanasındakı yazını müəllim? Əgər xananın daxilində o atributu yazırıqsa, xananın daxilindəki mətndən gedir. Əgər cədvəli istəyiriksə, o zaman table taginin daxilində yazırıq o atributu. Hı. Yaxşı, sonra kim var burada? Kəmalə müəllimə. Buyurun. Deməli, HTML-də qrafik fayl əlavə eləmək üçün sənədə hansı tagdən istifadə olunur? İmece search. SRC atributu, image tagi. İmece tagi. Yaxşı. Cəmalə müəllimə, hansı halda əlavə elədiyimiz şəkil ünvanı ilə göstərilməyə bilir? Əgər Qısa yolu ilə. eyni səhifədən və yaxud eyni diskdən göndər link əlavə Eyni, eləyirsə, əgər eyni qovluğun daxilində verilərsə, o zaman verilirsə, ancaq adına müraciət edə bilirik. bəli, ancaq adı ilə müraciət edə bilirdik. Qalan hallarda mütləq ünvanını göstərmək lazımdır. Bir də Yaxşı, ki, sonra müəllim, şəkili əgər internetdən götürmüşüksə, onun qabağında HTTP olur da, düzdür? Əks URL halda, ünvanı. URL ünvanı ilə yazılır, bəli. Bəli. İbanı ilə Hə. götürürük. Əks halda, yəni Bəli. o yoxdursa, deməli kompüterdən götürülüb də, kompüterin yaddaşından. Bəli, bəli. Reyhanə müəllimə, hansı halda biz isnada ölü isnad deyirik? Ölü isnad dedikdə nə nəzərdə tutulur? Taglərdən istifadə edə bilmədə. Yox. İstifadə olunmayan Kimsə bilirmi Artıq- ölü isnad? Artıq baxılmış müddət istinaddır baxılmayan da. da yəni. Necə? Yox, heç V Aliqin idi, nə baxılmayan idi belə bir mənim. şey. Yox. Bunu əgər yoxdursa kitabda nəzəriyyədə qeyd eləyin özünüzə. Ölü isnadlar o isnadlara deyirik ki, o həmin səhifələr artıq yoxdur, silinib. Silinmiş səhifəyə isnad veririksə, bu zaman həmin isnada ölü isnad deyirik. Çünki həmin səhifə yoxdur artıq. Müəllim demək olar, hə? Vaxt ötmüş. Necə? Yəni, Vaxtı ötmüş ötmüş. demirik. Vaxtı ötmüş deyə bir şey yoxdur. O deyil, Hansı taglə o deyil göstərilir? ki, uzun müddət istifadə olunur. Uzun müddət istifadə olunmayan yox. İstifadə olunmaya bilər. Amma o oradadsa onu açacaq həmin isnad. Ölü isnad o isnada deyirik ki, həmin səhifələr artıq mövcud deyil. Müəllim, KTG-də hansısa orta məktəbdə hansısa sinifin KZG-sində verilmişdi. Düzgün cavab götürüldü də, yəni
istifadə olunmayan 11-ci istinadlar. sinifin CSG-sində var Bəli, müəllim. ÇTG-sində Ola bilər. Yəni düzgün olanı budur da. Düzgün olanı yadımıza saxlayaq. Deməli hansı istinadlara öyle istinad dedik? Həmin səhifə artıq silinib, yoxdur. Mövcud olmayan səhifəyə istinad veririksə buna deyirik ölü istinad. Çünki o heç nəyi aça bilməyəcək. Bəs HTML-də onu necə göstəririk? HTML-də tagin içində, o A hərfin içində veririk o istinadı. Xüsusi olaraq göstərmirik. Sadəcə o istinadın üzərinə vuranda biz mouse-la xəta verəcək. Belə də məsələn baxın. Yəni proqrama baxıb bilə bilmərik də bu ölü istinaddır, yoxsa? Yox. Onu yəni şəkil göstərə bilmədim. Gözləyin, sizə bir dənə ölü istinada nümunə verəcəm. Ki yadınızda qalsın. Məsələn, budur da. Burada bir dənə, məsələn bax, bu istinada baxın. Bu normalda dimindir. Bunun yerinə məsələn, atıram. Belə yazacağım. PKDK ölüb. Yaddaşa saxlayaq. Görək şeyə verəcəkmi? Baxın. Çünki belə bir URL ünvanı artıq yoxdur. Başa düşülürmü? O zaman bu istinad adlanır nə? Ölü istinad. Çünki elə bir sayt artıq yoxdur. Aktiv Bayağı olmayan olmayan da. Bəli, aktiv olmayan səhifələrə keçid vermişiksə, o zaman ona deyirik ölü istinad. Bax bu şəkil. Rövşən Sonra. müəllim, Bəli. orada fontun üstündə 2 var taglərin yazılışında. O nə deydi? O nə deməkdir? Fontun üstündə 2 var. Font Kitabda üstü 2 deyirsiniz. məsələn. Kitabda Taglərin deyirsinizsə, yazılışında. yox, font üstü 2 deyə bir şey yoxdur. Onun üstündəki 2 aşağısına baxın, ayaq qeydi üçün yazılıb orada. Kitabda baxın ona, aşağısında onun nə olduğu ilə bağlı açıqlama verilib ona görə. Hə, ona görə. Hə, O çünki 2 onu baxıram, göstərir. bunu Tagin özünün yazmışıq, yazılışında ona yoxdur görə. elə bir şey. Hə. Oldu çıxdı. Sonra. Nəyi soruşaq? Çoxaldıq deyəsən, hə, nəhayət. Ha, 19 olmuş. Hə, əla. Deməli, indi Heyran müəllimədən soruşaq. Heyran müəlliməm, hansı taglər cədvəldə sətr yaratmağa imkan verir? Salam müəllim. Table tag-idir. Açan, qapatılan table tagləri TH ilə sütunlar təyin olunur. TR tag ilə də sətirlər. TR tag ilə sətirlər. Bir şey yadımıza saxlayırıq. Baxın, onu deyim. Əzindən mən sual kimi verəcəkdim ki, yadda qalsın, amma müəllimə dedi. Sütun yaratmaq üçün tag yoxdur. HTML-də sütun yaratmaq üçün xüsusi tag yoxdur. Sətir var, Sütun xana var. başlıqları. Aha, sütun başlıqları Sütun yaradır. başlığı kimi də düşünmürük. Sadəcə başlıq xana deyirik ona. Aha. TH tag ilə yaradılan xanalardakı məlumatlar qalın şriftlə olur, avtomatik və mərkəzə düzləndirilmiş olur. Misal üçün, testdə deyəndə ki, neçə dənə qalın şriftlə yazılmış da ki, məlumat var, o sütun başlıqları olanı da götürürük. Yəni, TH-in içində olanları da götürürük. Bəli. Götürəcəyik. Sonra kimdən soruşaq? Orderdən də xətt veririk. Okey, orderdən də şey veririk. Toğrul, səndən soruşaq. Salam müəllim, axşamınız xeyir. Hər vaxtın xeyir. Web səhifəyə video yaxud da musiqi əlavə eləmək üçün hansı tagdən istifadə olunur? Video və musiqi müəllim. Bəli. Müəllim, Hər hansı bir fayl alalım. Yox, bircə saniyə, Toğrul bəy desin. Bu Lenovo yazılan kimdir müəllimə? Kimsiz bilmədimi? Lenovo yazılıb adı oxuya bilmirəm ona görə. Mənim adım yazmışam, amma bilmirəm. Lenovo məndə kompüterdədir. Bayaq səs Hə. aça bilmədim, yazdım, sonra mesajı sildim. Hə, anladım. Qoyun bir dəqiqə çıxım, təzədən girim. Ehtiyac yoxdur, adınızı söz biləcəm də nə var ki orada? Bir dəqiqə. Ben Aynur da neyse bilmedim bunu. Unuttum Aynur. müəllim. Ha, Hansı tag idi? Hə, Aynur müəllimə. Bildim Aynur müəllimə, bildim. Tamam. Hə, okey. Sadəcə şeyi oxuya bilmirdim. Belə biləndə problem yoxdur da, nə adından olsa. Hə, Toğrul, nə oldu? Ben
Image tagi bu şəkil əlavə eləyir, amma videonu, audionu o da onlandı. Bəli, Yəni unutdum videonu, onu. audionu, yox, image tagi ilə deyil. Günay müəllimə, siz bilərsiniz. Bilmirəm, təəssüf ki. Ha, ümid eləmişdim. Müəllim, demək Sor. olar, href Hə, href atributunun içərisinə MP3 gedir də müəllim. bəli, 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 MP3 bəli. idi. Əlif Ondan Deməli, refdən, ahref. A tagi ilə ref atributu ilə göstərdik, bəli. Ahref. Şəkildə JPG JPG gedir. şəkil əlavə eləyəcəksə JPG ilə əlavə eləyəcəyik, sonra MP3, MP4 yəni var da musiqi videodur. bəli, bəli, bəli. Akif. Olar o da Aydındır? Bəli, bəli. Aydın oldu müəllim, aydın oldu. Yadımda qaldı. Unutmuşdum Aha. məsələn onu. Ha, belə daha yaxşıdır. Nurlar müəllimə, Eyni bir olur. Sadəcə genişləməsindən baxanda bilirik ki, bu musiqidir də. bəli, 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 eyni Adı təqlə. və genişlənməsindən. Elə ona görə, sırf ona görə o sualı verdim ki, sizə sual salarlar. Məsələn, deyək ki, video əlavə eləmək üçün hansı təqdən istifadə olunur? Bilək. Fərqi yoxdur. İstənilən tip faylı ARF təqi ilə əlavə eləmək olur. İndi Nurlar müəllimə, eşidirsiniz? Bəli, mənim salam axşamınız xeyir. Hər vaxtınız xeyir. Sizə sual verək. İnternetdə ən çox istifadə olunan qrafik formatlar hansılardır? Web səhifələrdə ən çox istifadə olunan qrafik formatlar. PNG, Aha, sonra sonra GIF olar. GIF, sonra PNG, GIF, JPG. JPG, yəqin ki, Aha. rasterdə istifadə olanlar olar da. PNG, GIF. rasterdakıların da hamısı istifadə olunmur. Məsələn, TIFF formatından istifadə eləmirlər ya da PSD-dən istifadə eləmirlər. Həcmi kiçik olan daha çox şəffaf fonluq. Ona görə PNG-yə daha çox qaçırlar. JPEG, bir də GIF. Hərəkətli şəkillər vermək üçün də GIF-dən istifadə edilir. Bəli. Aha. Sonra kimdən soruşaq? Bəli. Bir şey soruşa bilərəm. Mənim ola Təbii ki, bilər buyur. ki, bu il CSS-i saldıqlarına görə siz bilərsiniz. Format elə bir ki, telefon formatından kompüter formatından planşet formatına. Çünki onun bir dənə xüsusi ancaq kodu var da, başqa bir kod yoxdur. Onu salma ehtimalları ola bilər. Mən ona bir dənə xüsusi dərs ayıracağam. Təkcə oradakı şey deyil. HTML, CSS-dəki əlavə olunan JavaScript-dən də bir kod əlavə ediblər. Sonra C-yə əlavə ediblər. Excel-də bir iki şey var təzə əlavə olunan. Bir də o orta məktəb dərsliklərində yeni əlavələr var hansı ki. O əlavələrlə bağlı bir Onlar dənə xüsusi deyil dərs. Yox, tək o da onlar deyil, başqa şeylər də var əlavə olunan təzə. C-lərlə bağlı var. Ağac informasiya modeli ilə bağlı yeni tiplər var. Onların hamısı ilə bağlı ümumi bir dənə dərs təşkil edib, orada o xırdalıqların hamısını deyəcəm. Sizə material şəklində də atacağım onları. Sırf lazım olanlar nələrdirsə onları. Bir də onun üçün bir dənə xüsusi dərs ayıracağım. İstəyirdim ki, HTML-in için Bəlkə bizdə saytda məsələn belə deyim də hazır bir forma verələr. Yəni bu da çətinləşdirilmiş formasıdır. Çünki bizdə məsələn saytda forma verələr, deyirlər ki, məsələn form yaradırıq. Formun içərisində müəyyən maddələr var da, onların yığılma funksiyaları. Məsələn sonra rənglər, keçidlər falan var. rənglər, keçidlər, Bunları verə bilərsiniz bizə. şərtlər filan onları deyirsən. Bəli müəllim, elə bir ki verə bizə deyir bunun kodunu aşağıda yığın da ya da burada hansı kod Yox. O qədər də yox. O qədər uzun boyludur. HTML-də verər, amma şeydə yox. CSS-də yox. Bildim müəllim. Yəni Yaxşı. sınaqda heç elə çətin sual yox idi. HTML-ə aid. Mən- İnanmıram elə Gəlin belə çətin. deyək. Sınağa aldanmayaq, tamam? Bəli. O sınaqdır, adı üstündə. Sınağa aldanmırıq. İndi bu dəfə düşən sual idi. Gələn sual elə ola bilər ki, tamam fərqli şey olsun. Ona görə özümüzü motivasiyadan salmırıq. Mən demirəm ki, çox çətin olacaq və s. Yox. Elə səviyyə olaraq eyni səviyyədə bir şey olacaq, amma yəni oradakı sualdan olacaq demək deyil də bu imtahanda. Yəni orada elə verilibsə, o demək deyil ki, imtahanda da sırf eynisi düşəcək bizim üçün ya da eyni tipdə düşəcəyiniz. O yüzden Yəni çox dərinə getməmişdilər də. Yəni çox dərinə getməmişdilər. Bilirəm, amma sonuçta orta məktəbdən salmışlar. Amma yəni orta məktəb dediyimiz şeylər də orta məktəbin içində var. Ona görə
Aa, Yox, biz Müəllim, ehtiyatımızı yaxşı gözləyirik. olar orta məktəb Müəllim, bu il özü xəbər dərsliklərini çıxartmışlar ki, özü xəbər şəxsən oxudum. Bu il MİQ-nədir ya sertifikasiyadır, bilməm hansındaydı. Yəni ümumiyyətlə imtahanla götürüldü ki, ümumi səviyyədə informatika ən çətinlərini eləyəcəklər. Yəni bu il informatika konusunda çox O da düşüblər. ekspertin dediyi söz. o da kimsə hansısa nə bilim sizə mən bağışlayım bambuladır. Düşüb ortalığa şey eləyir. Heç Özünü reklam bilmirdim eləmək mən. özünü reklam eləmək xatirinə elə şeylərə aldanmırıq. Ümumiyyətlə heç kimə fikir vermirik. Biz işimizlə məşğul oluruq. Əmin ola bilərsiniz ki, işimizlə məşğul olsaq düzgün şəkildə nəticəmiz olacaq, yaxşı olacaq. Yəni kənar şeylərə fikir vermirik. O belədir, bu filan müəllim belədir, filan kəs belədir, filan kəs belə gəldi. Onlara fikir vermirik. İşimiz, gücümüz nədən ibarət olur? Tapşırıqlarımızı eləyirik, testlərimizi işləyirik, sınava baxırıq, videolarımıza baxırıq, gündəlik dərsimizi eləyirik. O halda nəticəmiz olacaq. Buna əmin ola bilərsiniz. İnşallah müəllim. Hə, Yenə qaldı yəni Elektron çox şey cədvəl diapazon deyirlər. bunları təkrar edəcəyik. Hamısını təkrar eləyəcəyik mənim. Bütün mövzular. Növbə ilə bütün Sınavda mövzuları verilən təkrar eləyəcəyik. sualı məhdada baxdım, biraz çətinliyim oldu. Ona görə soruşdum. Problem yoxdur müəllimə, problem yoxdur. Elektron cədvəlləri təkrar bir də keçəcəm. Başdan sona eləyə baxacağıq onların hamısını. Narahat olmayın. Yaxşı, HTML-də bir-iki dənə də şey qalıb. Qoy onları da deyək. Kimdən soruşaq burada? Nuridə gəldin sən deyəsən. Eşidə bilirsən? Müəllim. Hə, indi sənə sual verim. Bayaqlar sual verdim, xəbər olmadı. Deməli, hansı halda səhifədə başlıq olmur? Bilmirəm müəllim. Hə. Buyurun müəllimə, buyurun. Title tagi olmayanda o zaman Title tagi, browser bəli, title tagi. ünvan zolağında Faylımızın adı göstərir. başlıq olmur. Onun əvəzinə şey yazılır. Səfərimizə IP ünvan və Fayl yaxud ki URL ünvan belə bir şey yazılır deyəsən. URL. URL ünvanı ya da ki URL ünvanı deyil əslində. Kompüterdəki yeri, kompüterdəki ünvanı görsənir. Sənədin adı. Elə olur. Bəli, sənədin adı görsənir. Eynən elə. Bu müqət sual kimi düşmüşdü bir dəfə. Title tagindən istifadə eləməsə nə baş verər? Ona görə istədim. Tak, burada başqa nəyimiz qaldı ki? Siyahıları dedik, cədvəlləri dedik, qrafik fayl ola bilməyi dedik, isnadları dedik, sonra səhifənin başlığını dedik. Deyəsən qalmadı. Yaxşı, bir dənə də sual verək. Ləman müəllimə sizə verək sual. Font taginin hansı atributları var? Font taginin Hansı atributları var? Bəli. Ben deyə bilərəm. font size, font face onları soruşursunuz. Yoxsa Bəli. Font taginin atributları bəli. font size ölçüsü üçün font face, Size, sonra font Aha. size, font face, buggy color, background. Yox, qarışdırdıq. Bax, 3 dənə əsas atributumuz var. Font ümumiyyətlə Font color. Aysa, font color. Deməli, mətnlərlə işləmək üçün 3 əsas atributumuz var. Deməli, özə bir şey yadınıza saxlayın, bunu da deyim sizə. Bax, bu bir dənə sual verim, sonra onu xırdalayacağım sizlə. Pərvin müəllimə, sizə verəcəm sualı. Abzaslar yaratmaq üçün hansı tagdən istifadə olunur? BR tagi idi səhvləmirəmsə. Yox. H yerinə B eləmişə alt qarışdırma. P tagi deyil müəllim, P-dir. Hansı tagi? P tagi, hə? P tagidir Okey. mənim. P tagindən istifadə edirik. Deməli, bax yadımızda saxlayırıq. P tagi mətnlərlə işləmək üçündür, abzaslarla işləmək üçündür. Ümumiyyətlə HTML-də mətnlərlə işləmək üçün istifadə olunan bütün taglərin daxilində bu dediyim 3 atributdan istifadə etmək olar. Color'dır, face'dir, sonra align'dir. Aydındır? Bir də size. Font size, size atributunu P-nin içində də verə bilirik, digərində də verə bilirik. Aydındır? Bir də Text özü tag deyil, mən text tagdir. text atributdur. Onu borderin içərisində verəcək, səhvləmirəmsə text border, bəli. Body tagin içində. Body taginin içində. Body, text, sonra 3 dənə orada əlavə şey var idi.
Rəngləri təyin eləmək üçün hansıları idi? 3 dənə atribut var idi. A-link, V-link, Link, A-link, sonra A-link, V-link, V-linkli biri də. V-link. Yaxşı, hansı işi görür? Link hansı işi görür? V-link hansı işi görür? A-link hansı işi görür? Mən deyim müəllim. Link müəllim Buyur. istinadın rəngidir. İstinadın Aha. rəngini, V-link keçid olunmuş istinadın rəngini, A-link isə Aha. aktiv istinadın rəngini. Aktiv işte istinadın rəngidir. Tamam. Sonra bizdə orada başqa nəyimiz qalıb? İstinadları dedik, rənglərini dedik. Hə, Atlatılmış şəkil, e, rəng. İzahlar haqqında okey. demişsiniz. Günay müəllimə sizə sual verəcəm. Arxa fonun rəngini dəyişmək üçün hansı atributdan istifadə edirik? Mən oxumamışam bugün dərsi. Mən deyim. Mən deyim. Müəllim deyim. Dünənki dərsin fəalları mənim qrup yoldaşım Nuridə müəllimə, sonra Günay müəllimə, bu gün nə pozitivsiz nəsə? Mən deyim, batch colordan. Buyurun. Mən deyim. Batch colordan istifadə olunur arxa BG fonu color, rəngi. hə? Sonra Bəli, bəs bəli. şəkil əlavə etmək üçün Background. Bəli. body background. Backgrounddan istifadə etmək olur. Okey. Orada başqa bir şey qalmadı deyəsə məncə HTML-in içində. Hamısını dedik. Hə, başlıqlarla bağlı bir şey qaldı. Bircə saniyə qoy onu da deyək. Amma kimdən soruşaq? H1, H1. Sevinç müəllimədən soruşaq. Sevinç müəllimə, hansı təqlərdir başlıqlar? Sevinç müəllimə, Bəli, müəllim. Hə. Bəli. sizdən soruşuruz. Başlıqlar üçün hansı təqlərdən istifadə Buyurun. olunur? Başlıqlar üçün hansı təqlərdən istifadə olunur? Başlıqlar üçün Hı-hı. bilmədim müəllim onu mən. Mən cavab vereyim. Birinci Buyurun səviyyəli Əmənə, buyurun. başlıq. H1-dən H6-ya qədər, H1 birinci səviyyə, H6-da 6-cı səviyyə, yəni böyükdən kiçiyə gedir Hə, də. onun Okey. Amma ən böyük başlıq H1 təqi ilə göstəriləcək. Ən kiçik başlıq bəli, H1 təqi, ən kiçik H6 başlıq, bəli. H6. Bu Okey. yazılanlar kiçik yazılanlara doğru gedir. Və bilirdim əslində Okey. müəllim, nəsə cavab verə bilmədim. Hə. Sual verilən anda adamlar nə istənir bəzən bilmir. Ona görə ola bilər. Bəli. Bəli, bəli. Hə. Yoxsa bilirdim onu. Okey. HTML-dən başqa nəsə qaldı mı? Məncə ki, yox. Elə bir şey qaldı. Təqlərin qapadan təqi olmur. Misal üçün ING. Hə, hansılar idi? Qoy onu təkrarlayaq da demişkən deyək onda. Hansı təqlər idi müəllimə? Hansı təqlərin qapadan? İmecenin yoxdur məncə. Sonra 3 dənə. 3 dənə. HR-dır, üfüqi xətt əlavə Aha. edən, bir də BR enter düyməsini əlavə edən təq. Bunların qapadan BR təqləri yeni sətrə keçidi təmin edən düymə. BR Aha. təqi. Yeni sətirdir. O sətrin əvvəlindən yazılır, amma enter abzasdan yazılır. Onda enter deyil də, yeni sətirdir. BR. Yox, yeni sətrə keçidi təmin edir BR. Abzasdan yazmaq üçün P təqindən istifadə edilir. Bəli. Okey, burada bir şey qalmadı məncə. Evet, indi testlərə Müəllim, baxaq görək kimin. bir dənə sualım var. Ola bilər ki, o HTML-də cədvəl quranda, məsələn, birinci sətirdə 2 dənə sütun olsun, ikinci sətirdə 1 dənə sütun. Ola bilər. Amma o cədvəlin o qədər sütunu var demək olmayacaq. Onda necə olacaq yəni orada? Sütun deyəndəki boş xana ola bilər. Yəni Boş xana xana da nəzərdə heç tutulmalı. əslində boş xana da olmur. Sadəcə olaraq o sütunda olmur. Yəni o cədvəldə sütunların sayı, əslində sətirlərin sayı, sütunların sayı şeydir. 1-dir. Müəllim, hansı sətirdə ən çox xana varsa onu götürürük də. Hə. Onda necə olacaq? Bir dənə onu deyin deməli. Bircə saniyə yazım onda onu. Tek Yazın da. olmayacaq həmin hissədə. Yəni elə şey yazın ki, yəni birinci sətirdə 2 dənə xana olsun, məsələn, ikincidə 1 dənə xana. İkincidə tutaq ki 3 dənə. Bir dənə olması mümkündür, 3 dənə olmaz. Tutaq ki ondan daha çox. O zaman Fərqli orada olsun da, yəni. Bax, belə bir şey. Hardadır bu cədvəl? Bax bu. Tutaq ki, TR ilə açdın, TH ilə bağladıq. Burada elə bunun cədvəlinə baxaq. Bax, normalda nədir? TR ilə açmışıq, 3 dənə xana var birincisində, ikincisində 1 dənə xana var. Üçüncüsündə də 1 dənə xana var. Baxaq. PD nədir mənim orada? PD. TD xananı bildirir də.
Ha, TH da xananı bildirir, TD də xananı bildirir. ha, fərqli idi. Baxın belə. Aha, baxırma qalır. Fikir vereyim. Birinci sətirdə 3 dənə xana var, ikinci sətirdə 1 xana var, üçüncü sətirdə də 1 xana var. Sadəcə burada xana boşdur deyə içində heç nə görsənmir. Yəni bu cür balaca gəlir, görsənir. Amma bunu bütöv özü Üçüncü təhsil sətir alır. yoxdur axı müəllim orada. Var. İkinci sətirdə var, üçüncü sətirdə var. Burada Hə, sadəcə balacanı içinə görməmiş. heç nə yazmamışıq. Bax bu. Hə, Yazar, balacanı kəs. görməmiş. Bax. TD ilə TH-ın fərqi nədir? TD TG adi sadə xana yaradır. TH TG başlı xanası yaradır. İçi bax bu cür qalın şriftlə yazılır və xananın mərkəzində yazılır. Adi şriftlə yazılanda adi sadə mətn olur və xananın sol tərəfindən yazılır. Fərqi budur. Okey? İndi burada sual versələr ki bizə Təbii ki, məsələn bu xanaları sayanda hamısı aid olur. Fərqi yoxdur. TH da TD-dir. Hə, buyurun müəllimə, nə deyirsiniz? İndi burada sual versələr ki, məsələn bu cədvəldə neçə sütun var? Neçə sütun deyə soruşa bilməzlər. Niyə? Çünki sütun anlayışı ortadan qalxıb burada. Sütunla Orada sualda sətirlərin yox idi. birləşir. Sınaqdakı sualda elə bir şey var idi axı nəsə deyəsən. Var idi. Sadəcə olaraq Yoxsa mən orada səhv sətirlər orada sütunların sayı hamısında eyni olur. Onda soruşmaq olur. Amma eyni olmayan da soruşmaq olmur. Başa düşüldü? Ya belə bəzən sual vermişdi ki, məsəl üçün hansı doğrudur, hansı səhvdir də. Ona görə mən Bilirəm. dəqiq bilmək istəyirəm ki, hansı Bilirəm. ayırd Yəni edilir. onu o cür sual soruşa bilmək üçün mütləqdir ki, sütun anlayışı olsun. Birinci sətirdə 3 dənə xana varsa, ikincisində yoxdursa, orada sütun var deyə bilmərik. Orada xana vardı amma içi boş idi səhv etmirəmsə. Bəli. Okey. Aydın. Başqa sual var buradan? Yox, aydın. Okey. HTML buradan baxaq görək. HTML-dən və bu dimdir. Kiminsə sualı varmı buradan? İşləyibsə testi sualı olan varsa desin. Var kimdəsə sual? Kimdə yoxdur. Sonra mənim testimdən. Var buradan kimdəsə sual? Sakitlik heç kimdə yoxdur deyəsən. Sonra Faderadan Bir də kimdəsə müəllim var? o e-mail göstərən teqlər haqqında danışmadığı deyəsən. E-mail göstərən tag yoxdur, atribut var. Mail to. E-mail Mail göstərmək to. üçün mail to. O ne? A taginin içində A mail to yazırıq. Ha, o Müəllim, yazılan mən sınaqdan bir dənə sualım vardı. Bir dənə zəhmət olmasına baxarıq. Sınaqdan buyurun. Bəli. 48-ci sualda. İzah Aa, etməsə başa düşmədim onu. Bircə saniyə ona müəllimin buradakı sualı var, nəsə deyir, ona baxaq, sonra keçək ona. Müəllim, hər hansı bir testdə proqram sətir və sütun xana necə sayırıq? Bax, belə sayırıq. Tutaq ki, burada. Bunu verib bizə. Neçə sətirdən ibarət olacaq deyir. Fərqi yoxdur. İstəyirsiniz sətir soruşun, istəyirsiniz sütun soruşun, hər birinə aid. Sətirləri sayanda TR-ləri sayırsınız. TR ilə açıldı, TR ilə bağlandı. TR ilə açıldı, TR ilə bağlandı. Deməli, neçə sətir var burada? 2 sətir. Sütunları soruşanda bir dənə TR-nin içinə baxırsınız. 1 TR-nin açıldı, bağlandı. Onun içində neçə dənə TH var? 1, 2, 3. Deməli, burada neçə sütun var? 3 sütun. Görürsünüz, rahat şəkildə deyə bilirəm bir dənəsinə baxıb, çünki eyni olmalı sətirlərlə sütunların sayı. Bir də xanalar qaldı. Neçə dənə xanamız var? 2 sətir var, 3 sütun var. Sınaqda da var idi belə. Bəli. 2 sətir, 3 sütun var. Neçə xana olacaq onda? 2 vur olsun. 3, 6 dənə xanamız var. 6. B variantı. Mənim sətirlərdə o axırıncı eyni səviyyədə deyil. O necə idi? Onun burada yazılışının heç bir fərqi yoxdur. O harda yazılmağının HTML kodunun heç bir dəxli yoxdur. Səhifədə eyni cür görsənir. İndi sınaqda olan sual nədir müəllimə? Siz onu deyin, mənə zəhmət olmasa ona da baxın. 48-ci müəllim sual. 48. Və sonra da TD nə zaman sayılır? TD də fərqi yoxdur. TD xananı bildirir də, TH da xananı bildirir, TD də xananı bildirir. Fərqi yoxdur. TH deyə saymamışıq, TD-ni də sayırıq onsuz.
48. Sual hansı idi? Siz onu mənə deyin. Belə sual nömrəsi ilə bilmirəm. Deməli, bu 50-ci sualda, hə? Bu 49, bu 48. Budur sual. Sualda yazılmışdı onluq say sistemində verilmiş. Demək 16 Hə, bildim hansı sualı 10 deyirsinizsə. 38. Bəli. Bildim hansı sualı deyirsiniz. Mən də orada ilişmişdim. De bu. Babu. İzahını da vermiş. Müəllim nəsə başa düşmədim. Məni də çaşdırdı o sual. Okey, gəlin baxaq. Bax. Verib neçə? Sonra cavabı 16 üstü 8-ə 10, çevirmək 32 üstü 8, 14. Mən nə edirəm? Bunu götürürəm 8-liyə çevirməyə çalışıram. 8-liyə çevirmək üçün bunu yazacağam necə? 2-nin üstündə 40. Düzdür? Bunu da 40'ı qaydasını izah eləmişdim. Demişdik ki, bunu bu tip tapşırığı əldə etmək üçün qüvvəti hansı say sisteminə istəyirik? 8-liyə. 2 üstü 3'dür. 3'ə böləcəm. 16'lara çevirsəm 4'ə bölərəm. Deməli, bunu böldürəm 3'ə. Neçə düşür? 13 tam 1 də qalıq. Bu nəyi bildirir? 13 sıfırların sayını bildirir. Qalığı da gətirib 2'nin qüvvətinə yazanda ilk rəqəmi bildirir. Həmişə. Bütün testlər üçün bu keçərlidir. Deməli, mənim ilk rəqəmim olacaq 2. Ardınca 2 üstü 1, 2 eləyir çünki. Ardınca 2-dən 0 yazmalıyam. 6, 7, 8, 9, 10, 11, 12, 13. İndi. Eyni şeyi bunun üçün də yazmağa çalışıram. Burada necə olacaq? 2 üstü 40 orada da eləyir. 2 üstü 5. Burada da 2 üstü 40 eləyir. Ona görə 2 üstü 40 yenə eyni şey olduğuna görə bunun üçün də eyni şeyi yazacağım. 2, ardınca neçə dənə 0? 13 dənə 0. Və ən sonuncu 14. 14'ü də çevirirəm bildiyim qayda ilə 8'liyə. Adi qayda ilə bölürük də, elə deyil. Bir dəfə 8, bu da 6. Bu 1, bu da 6. Yazdıq mı? Toplayıram bunu. Neçə eləyir? 6, 1. Arada sıfırlar olacaq. Düzdür? Və ilk rəqəmimiz də neçə olacaq? 2. Burada sıxıntı yoxdur ki. 2 yoxsa 4? Sorry. 2. 4 yox. Qarşıda. Üzürüz. Hə? Yox. 2'ni 2'ni topladım. 4 elədim. İndi bunun rəqəmləri cəmini istəyir. Rəqəmləri cəmi neçə eləyir? 4, 1, 6. Neçədir? 11. Amma biz rəqəmləri cəmin hesablayanda onluq say sistemində hesabladıq. Cavabı məndə 8'lik say sistemində istəyir. Ondan eləyəcəm. 11'in özündə 8'ə böləcəm. 1, 8. Qaldı 3. Onda olur 1, 3, 8'likdə. Anlaşılmıyor bir şey. 16 üstü 10'u necə keçirdiniz 8'lik say sisteminə? Bir dənə onu təkrar izah edin. 16 üstü 10'u, 16 üstü 10'u 2'nin qüvvətinə gətirdim. 16 2 üstü 4'dür. Üstündə neçədir? 10. 2 üstü 40 eləyir mi bu? Qüvvətlər vurulur bir-birinə. Sonra ümumi qaydamız belədir. Baxın. Qüvvəti axtardığımız say sistemində 2'nin hansı neçənci dərəcədən qüvvətidirsə ona bölürəm. Məsələn 40'ı 3'ə bölürəm. Neçə eləyir? 13 tam düşür, bir də qalıq qalır. Sonra nəyə diqqət edirsiniz? Bax, bu tam hissə sıfırların sayını bildirir. Qalığı gətirib 2'nin qüvvətinə yazanda ilk rəqəmi verir. Yadınızda qalar? Bəli, müəllim. Onda müəllim orada Yəni- neçə olur olsa onu 2'nin qüvvəti kimi göstərməliyik, də mütləq. 16 üstü Bəli, 10 bəli. ise bunu Bəli, istisnasız 2'nin qüvvətinə gətirəcəyik hamısını. aydındır müəllim, çox sağ olun. Müəllim, biz 8'lik say sisteminə çevirməmişik ki, 8'likdən 8'liyə çevirmişik. Amma onun rəqəmlərini 8'lik say sistemində toplamırıq biz. Çünki bu rəqəmləri biz onluqda da görürük axı. Məsələn 6, 4, 1 toplayıb 11 deməyimiz əslində 8'likdə toplama deyil ki, onluqda toplamadır. Yəni biz bunu məsəl üçün 6 ilə 4'ü 8'lik say sistemində toplasaydıq necə olardı? 10 bölərdik 8'ə, düzdürmü? 1 qalır 2. 2'ni yazardıq bura, 1'i də qabaqdıq. Belə olar. o şəkildə toplasaq 13 ala bilirik. Hə, o eyni şeydir da. 12, bir də gəlsəm üstünə 13 eləyir də. Necə müəllim? Yəni alınan ədəd var. Bu cəmin rəqəmlərini Bax. deyir ki, müəllimə 8'lik say sistemində toplayaq, yəni onlar Bilirəm. da. Bax, hə, onu da 8'likdə toplamalıyıq. Bax, 8'lik say sistemində ümumiyyətlə toplama necə idi? Məsələn, bax, 36 üstə gəlsin 74. Necə toplayarıq bunu 8'likdə? Qaydamız necə idi? 6 ilə 4'ü toplayıram 10. Onu bölürəm 10. 8'ə, 1 qalır 2. Qalığı 2 yazıram bura, 1'i yadımda saxlayıram. 7 ilə 3 11. Bölürəm 8'ə neçə eləyir? 1 qalır 3. 3'ü yazıram bura, 1 də yadımda qalır. O yadımda qalan 1'i də bura yazıram. Qaydamız bu deyildi.
Sırf bu qaydadan istifadə edirik sadəcə. Amma siz onluq say sistemində topladınız da müəllimə? Həmin onluqda Yoxsa- toplayıb 8-yə çevirdim də mahiyyətə eyni şeydir, fərqi nədir ki? Hə, elə düz olur yəni. Hə, nə fərqi var ki? Məsələn, deyirəm ki, 1, burada da onsuz da onluqda toplayıb sonra 8-yə çevirmirəm ki, 6 ilə 4-ü topladım 10, sonra onu 8-likdə yazdım da. Amma bir rəqəmli ədədlər olduqlarına görə fərqi yoxdur. Hansı say sistemində istəsən toplaya bilirsən. Ona görə onluqda rahat şəkildə toplamaq olar mənə. Sonra onun cavabı 8-liyə çevirə bilirəm. Başa düşüldü? Mən nəysə bu çatmadı müəllim. Biz onsuz da bu onluqda olanı 8-liyə çevirdik elə də öyle. 8-liyə çevirəndə 2 bölündə Hə, mənə, 20-dən yaxşı. Yəni siz yəni yazaq, bax. Mən başa düşürəm siz nə deyirsinizsə. Belə deyil ədədi. Elə yox, müəllim, fikrim yanlış anlaşılmasın. 8-liyə keçirdim, 2 bölündə 20-dən 0, sonra 2 bölündə 20-dən 0, sonra 1, 6 elədik. Bu 8-likdədir də. 8-likdə də Bəli. toplayanda o həmin elementlər içərisində var deyənə, baxın, alt-alta Başa toplayanda düşürəm. elə bu şey. Razıyam. Gəlin belə eləyək. 4 8-likdə, 1 8-likdə, 6 8-likdə. Bunu deyirsiniz də siz. Hə. Bəli, bəli. Toplayın da, yaxşı belə toplayın. Nə fərqi var ki? Oldu. Çatdı müəllim. Dəyişən bir şey yoxdur ki. 6 ilə 4-ü toplayın birinci. Necə eləyir? 10 eləyir. Yenə bayaq yazdığım qayda ilə. 8-ə böldüm 1, qalır 2. 2-ni yazdım, 1-i bura. Sonra bunun da üstünə 1 gəlirəm. Necə eləyir? 3, 1. Yenə həmin şey. 8-ə də baxaq da müəllim zəhmət olmasa. Necə? 48-ə də baxaq da. 48-də nə idi? Da müəllim, Bu? 7 ilə 6 məsələn 8-lik say sisteminin ədədlərdə 7 üstəgəl 6 bərabərdir 13 8-lik say sistemində yaza bilərik. 7 ilə 6-nı toplayanda 13 eləmir axı 8-lik say sistemində. 15 eləyir. 7 ilə 6-nı toplayıram. 7-nin üstünə 6 gələndə 13. Qaydanı unutmursunuz. 8-ə bölürəm. Neçə eləyir? 1 qalır 5. 5-i bura yazıram, 1-i qalan. Hə, onda siz bayaq onluq say sistemində 11 yazdınız, təzədən 11-i çevirdiniz 8-liyə. Bəli, bəli. Hə. Bəli. Onda Bir şey burada da unutun. Müəllimə, gəlin belə bir şey deyək. Siz niyə 6-nın üstünə 7 gələndə 13 deyirsiniz? onluq say sistemində. Bildim. Onluq say sistemində niyə 13 deyirsiniz? Çünki 6 ilə 7-ni toplasaz bir dənə onluq var, bir dənə də üçlük var. Düzdür? Hə. Axı 8-lik say sistemində 10 anlayışı yoxdur, 8 var orada. Yəni məsələn 6 ilə 7-ni toplasam, normalda necə olmalıdır? 7-nin üstünə 1 gəlsəm, bir dənə tam 8-lik var. Bir dənə. Neçə dənə? Yerdə neçə qalır? 5 dənə də tək var. 5. Başa düşüldü? Bir dənə 8-lik, çünki 8-lik say sistemindədir. 5 dənə də təklik var. Çünki mənim bütövüm tamam 8-dir orada. Onluq say sistemində 10-dur. Biz sadəcə buna mexaniki alışmışıq, 6-nın üstünə 7 gələn 13 eləyir. Niyə? Çünki 10-a tamamlayırıq. Uşaqlar da o cür elədirik də aşağı yaşlarda. Yəni onun 10 dənə əl barmağı var. Deyirik ki, 10-a tamamla, qalanın yaz. 6 ilə 7-ni toplayanda necə eləyirik? 13-ü 8-liyə çevirsəm yenə 15 eləyirdi onsuz da. Bəli, fərqi yoxdur. Adicə uşaqları necə öyrədirik aşağı yaşlarda? Məsələn, 6 ilə 7-ni toplamaq deyəndə deyirik ki, 7-dən saymağa başla. Onu bilirəm mənim. Hə, buradakı da həmin prinsipdir. Sadəcə burada bizim bütövümüz 10 deyil, 8-dir. Elə bir ki, 10 əl barmağımız yoxdur, 8 əl barmağımız var. 8-i tamamlayır. Onu bilirəm. İndi, burada ilk proqram girişə bu ədədi verərsə, nəticəni müəyyən edin. Baxın, burada nəyə diqqət edirsiniz? Bu proqram neçə dəfə icra olunur? 5 dəfə. Düzdür? Hər dəfəsində də K-nı 10-a bölüb tam hissəsini götürürəm. Məsələn, bunu 10-a bölsəm tam hissəsini necə eləyəcək? Bura qədər ədəd. Düzdür? 1-i götürməyəcəm. Sonra ikinci səfər bölsəm 8-i götürməyəcəm. Üçüncü səfər bölsəm bunu götürməyəcəm. Dördüncü səfər bunu, beşinci səfər də bunu. Yəni, nəticə sonda nə Sonra olardı? ona vurur axı. Bilirəm də, səbirli olaq. Hələ mən dövrə baxıram. Neçə dəfə oldu? 5 dəfə oldu, hər dəfəsində bir rəqəmi getdi bunun. Düzdür? Neçə qaldı nəticə olaraq? 12. Dövrdən çıxanda 12 qaldı. Sonra burada nə eləmişəm? Ona vururuq. Mən 12. dövrdən Burada nə çıxmamış eləmişik? vurmuşam. Ona vurmuşam 120. Siz dövrdən çıxmadan oynayanda səhv olur da, normal bir şey. Müəllim, onlara bir sual vereyim. Buyur. Bu sınağı işləyəndə bu şeylər məni çaşdırdı ki, məsələn, birinci sualda 11 tapdım, amma
11.0 kimi vermişdim. Məsələn, burada amma 120 götürür. Onlar Emin mənə o biraz şeyler çəkdi. bu sertifikasiya Bir imtahanında slash olarsa 0 qoyuruq yanına, sahtəsiz 2 slash variantlar olarsa çox götürülmür mənim. Müəllimə, bax, əməllərdən kök altı. Yəni SQRT. Sonra bölmə. Adi bölmədən gedir söhbət. Bax, bu işarə. Qüvvətdə kəsir. Məsələn, deyək ki, A-nın üstündə 0,2 məsələn. Bu tip misalların cavabı həmişə float tipindədir. Bir də harasa əgər float tipini tətbiq eləmişəmsə, orada da məsələn bax, burada bir dənə sual var idi, o cür çaşdırıcı. Sonunda Əgər birbaşa istəyirdi müəllim. gözləyin, o sual da var buralarda bir yerdə. Eləmişdim, 11 götürmüşdüm. Çünki orada sualın Tək o deyil, bir dənə sual. Hamı o sual 11 üstünə düşür. götürmüşəm orada. Tək o sual deyil müəllimə. Müəllimlər, tək o sual deyil. Bir dənə ona oxşar sual var. Orada da eyni xətanı eləyib müəllimlər. Sadəcə bu birincisi daha asan kimi görsənir hamının gözünə. Ona görə onun səhvi adamı yandırıb. Bax, gözləyin deyəcəm mənim. Hansı sual? Bu sual. Sonra mən baxdım ki, orada bölmə var içində. Baxın, buna diqqətlə baxın. Burada 2 cavab çıxır normalda. Bu neçədir? 1, 2, 3, 5, 6. Bunu da 2 dəfə yazmışıq. 1, 2, 3, 5, 6. 1, 2, 3, 5, 6. Amma cavab budur. Çünki mən Niyə? burada Çünki float onu görür adam. Bunu səhv eləməmişəm. Burada float görürük. Ancaq orada misalın içində var bölmə. Ona görə adam ona görə diqqətli oluruq da. Hə, orada mən də 11 götürmüşəm. Bunu düz yazmışam mən də. Mən də orada 11 götürmüşəm. Mən də 11 götürmüşəm. İndi bu bayaqki misalda var. Mənim ABS-də olmur da elə şey düzdür. Nöqtə sıfırı yoxdur da ABS. Yox, ABS moduludur sadəcə. Yəni o misalı da göstərim bir dənə 11 olanı. Cavab neçənci əvvəldə idi? Ya 2 idi. Yandırıb tökəni. Birinci sual idi. Bir də mən yandırıb tökən odur ki, adi o Unicode-la olan sözü mən onu byte-la götürmüşəm. O asan deyildi. Ən asanı. Bir yerdə də proqram yazılıb, axırda sort yazılıb. Mən onu da səhv götürmüşəm. Onda mən də səhv eləmişəm. 3 dənəsini ən adi şeyləri. Hə, o birincini də izah elədim də. Şeydə izah eləmişəm mən sizə yəni bunu. Kiçikdən böyüyə Yəni burada görsünüz, burada bölmə var. Gərək biz ona fikir veriydik, ancaq. Ha, yəni bunun başqa yolu yoxdur ki, diqqətli olmaq lazımdır. Bu bilmədiyimiz bir şey deyil. Müəllim, remove bir dəfə rast gəldiyini silir. Remove qarşısına çıxan ilk simvolu silir, bir dəfə silir. Bildim. Mən 2 dəfə. Qüvvətdə tam ədəd olanda 0.0 olmur da, hə müəllim? Bəli, bəli. Belə, başqa sual yoxdur ki? Müəllim, məndə var. Bəli. O alt loqoda dönmə bucaqlarını necə tam şəkildə öyrənə bilərəm mən də orada səhv oldu. Dönmə bucaqlarına siz səhvi harda eləyirsiniz, mən sizə deyim. Siz bağanı döndərməyə çalışırsınız. Bağanı döndərməyin, fiquru döndərin. Fiquru döndərim. Bir də baxa bilərik müəllim. O alt loqo sualına baxa bilərik. Məsələn, burada bu sual idi da hamının ağlamalı yeri. Bax bu. Bəndə idi də deyəsən orada. Ay, mən görmürəm. Ekran görmürəm axı. Diaqonaldan başlayırdı da ikinci kvadrat çəkilməyə. Normalda diqqətli oluruq nədə? Normalda bağa üzü yuxarı istiqamətdə baxır həmişə. Ona görə ilk çəkdiyi fiqur əgər döndərməmişiksə heç yerə. Heç yerə döndərməmişiksə düz fiqur çəkir, yəni kvadrat çəkir. Sonra ikinci addımda burada nə iş görmüşük? Eyni fiquru döndərmişik. Neçə dərəcə? 45 dərəcədir. Yəni biz bu fiquru sağa doğru 45 dərəcə döndərməliyik. Onda bax, özü rahatdır 45 dərəcə döndərmək, çünki 90-ın yarısı olur da. 90 dərəcədir bu. Onun yarısı qədər döndərdik. Olur. Başa düşüldü? Müəllim, mən onu necə fikirləşmişəm? Yəni birinci kvadratı çəkəndən sonra bağa üzü yuxarı dayanır.
Sonra bağa elə bil ki 45 dərəcə sağa fırlananda diaqonal boyu yanır da. Deməli oradan başlayır ikinci kvadratı çəkməyə. Hə, yəni mən deyirəm ki, onu yadda saxlamaq biraz çətindir. Onu yadda saxlamaq əvəzinə siz hər dəfəsində fiqurun özünü döndərin. Bax məsələn Bu bu şey asan. burada sağa yox, sola olsaydı cavab bu idi. Sola dönərdi. Hə, o sola Mən dönərdi. burada şey götürmüşdüm. D variantı, o da səhv oldu. Heç ola bilməz. Heç ola. Nəyə Sola olanda D bilsin- bağa orada dayanmıraq axırda. D bilirsiniz necə ola bilərdi? Bax bu olsaydı. Yox, müəllim, Bu sola olsaydı sağa- D variantı olardı Yox. da. Sola olsa D olmur. Sola olsa C variantı olur. Niyə müəllim? Axı D gəlir olur. ki, Ha, yo, sorry. Düzdür, D variantı olur. olur. C variantının olması üçün, C variantının olması üçün sola Sağa olmalıdır. getməlidir. Təkrar sola burada olmalıdır, təkrarladan əvvəl. hə, bu D variantında Onda ilə burada onda sola C variantı olur. Bəli. Belə. Burada başqa bir şey qalmadı ki. Bundan qəliz düşə bilər müəllim. Məsələn, iç-içə o hesablamalar falan olur. Müəllim, vallahi hər şey ola bilər. Dövrlərlə olanlar tapıb idi. Müəllim, bu skeç haqqında nə vaxt açılır inşallah? Necə? 24-cü ilin bağa SketchUp sualı çıxarılır verir. müəllim, hələ SketchUp deyirlər, SketchUp düşməyəcək. Bir də PowerPoint. Hardan oldu? O Kimdədir? Müəllim, bir də SketchUp-dan PowerPoint düşməyəcək. Paint'da funksiyalar biraz adama çətin gəlir. Onu yəqin ki təkrar eləyəcəyik də. O var, problem yoxdur. Düşməyəcək müəllim PowerPoint-la SketchUp. Necə? OC modeli də düşməyəcək. Ay, nə O qəşəng. onları bilə Hardan bilməliyik oldu? axı ki, düşəcək, düşməyəcək. Çərçivə sənədində yoxdur deyəsən. Şəbəkə mövzusunu veribsə, o sini ayrıca verməz axı. Şəbəkəyə aiddir. Şəbəkənin içində orta məktəbdə də var özü o simali. Yaxşı, əlavə sual yoxdursa bu günü yekunlaşdıraq. Mənim kompüter zayitkası şeyə doğru gedir, sönməyə doğru. Vailin sınavını atmışdık. O işləmir, zəhmət olmasa yenidən göndərin də vaxt qoymusunuz. Nəyin sınağı? Hə, müəllim, axırıncı göndərdiyiniz sınaq. Ən sonuncu göndərdiyim sınaq. Bəli, o Bəli. açılmır. Vaxtı bitibdi. Bildim. Hansı sınaqda o? Python sınağı yoxsa? Bəli, Python Ümumi sınavı sınav. var dövrünün. Yox, var dövrünün. Rövşən müəllim, bağışlayın. Da bilmirəm var yoxsa Bakı dərsimiz nə olacaq? Cədvəl Sabahki olmalıdır. dərsimiz say sistemləri. Yox, Python sınağında vaxt yoxdur axı. Hə, while dövründə şərtdə yoxdur. İcə saniyə. Hə, sorry. Yığışdırdım onu. İşləyə bilərsiniz. Bir də internetin sınavına zəhmət olmasa. Tamam, yollayacağım. Onu da yollayacağım sizə, narahat olmayın. Belə, başqa sual olan var? Xeyr müəllim, oldu, sağ olun. Oldu, sağ olun. Gecəniz xeyrə, özünüzə yaxşı baxın. Xeyrə qarşı.